Anemiya bədənimizdəki qan hüceyrələrinin sayının azalması ilə yaranan bir vəziyyətdir. Bu problem çox vaxt yorğunluq, halsızlıq və baş gicəllənmə kimi şikayətlərə səbəb olur. Bəs bədənimizdəki dəmir səviyyəsini necə artırıb, qan azlığını necə aradan qaldıra bilərik? Çoxları sadə qidalarla bu problemi həll etməyə çalışır, amma bəzən daha az bilinən və faydalı qidalar da var ki, bunlar bədənimizin ehtiyaclarını qarşılayır və qan dövranını yaxşılaşdırırlar. Bu gün sizə çoxları tərəfindən nəzərdən qaçırılan, amma qan azlığını aradan qaldırmaqda çox təsirli olan 7 qidanı təqdim edəcəyik. Videonu izləyərək hansı qidaların sizə ən çox fayda verəcəyini öyrənə bilərsiniz. Qarabaşaq. Qarabaşaq çox faydalı və tez-tez unudulan bir qidadır, amma qan azlığı ilə mübarizədə çox təsirlidir. Bu kiçik taxıl növü xüsusilə dəmir və B vitaminləri ilə zəngindir. Dəmir qan hüceyrələrinin istehsalını artırmağa kömək edir. Buna görə də qarabaşaq qan dövranını gücləndirir və anemiya riskini azaldır. Bununla yanaşı, qarabaşağın tərkibindəki liflər həzm sistemini yaxşılaşdırır, qəbizlik problemlərini aradan qaldırır və mədənin daha uzun müddət tox qalmasına səbəb olur. Bu gündəlik enerjinizi artırmağa da kömək edir. Qarabaşaq eyni zamanda ürək sağlamlığını qorumağa da təsir edir. Tərkibində antioksidantlar iltihabları azaldır və qan təzyiqini təmizləyir. Bu qidanı müxtəlif yollarla hazırlamaq mümkündür. Məsələn, onu salatlarda, şorbalarda və ya sadəcə bişirilmiş şəkildə istifadə edə bilərsiniz. Qarabaşaq həmçinin çox asan tapılır və büdcəyə uyğun bir qidadır. Yəni, hər kəsin öz yeməyində bu faydalı qidanı asanlıqla istifadə etməsi mümkündür. Çərəzlər. Çərəzlər xüsusilə fındıq, badam və qoz qan azlığını aradan qaldırmaq üçün çox faydalıdır. Bu çərəzlər zəngin dəmir və E vitamini mənbəyidir. Dəmir bədənimizdəki qan hüceyrələrinin istehsalını dəstəkləyərək qan dövranını gücləndirir. E vitamini isə ürək sağlamlığını qoruyur və bədənin oksidləşməyə qarşı mübarizəsini gücləndirir. Fındıq, badam və qoz həm də proteinlə zəngindir. Bu da əzələlərin güclənməsinə və bədənin ümumi sağlamlığını dəstəkləyir. Çərəzlər həm də asanlıqla qəlyanaltı olaraq qəbul edilə bilər. Gündəlik pəhrizinizə əlavə etmək çox sadədir. Bu qidalar mədəni rahatlaşdıran, enerji verən və uzun müddət tox qalmağa kömək edən xüsusiyyətlərə malikdir. Çərəzləri həm tək başına, həm də salatlara, yoğurtlara və ya müxtəlif yeməklərə əlavə edərək qəbul edə bilərsiniz. Həmçinin çərəzlər orqanizminiz üçün vacib olan sağlam yağları təmin edir. Bununla da metabolizmanı gücləndirir. Anemiya ilə mübarizə üçün çox təsirli və dadlı bir seçimdir. Kələm. Kələm qan azlığını aradan qaldırmaq üçün mükəmməl bir qidadır. Bu bitki xüsusilə dəmir vitaminləri ilə zəngindir. Bunlar bədənin qan istehsalını artırmağa və ümumi sağlamlığı gücləndirməyə kömək edir. Kələmdə olan vitamin C dəmirin orqanizm tərəfindən daha yaxşı udulmasına şərait yaradır. Bu da qan azlığı olan insanlar üçün xüsusilə faydalıdır. Eyni zamanda kələm tərkibindəki antioksidantlar da iltihabları azaldır və bədənin müdafiə sistemini gücləndirir. Kələm həm də liflə zəngindir. Bu da həzm sistemini yaxşılaşdırır və qəbizlik problemləri aradan qaldırır. Həmçinin kələm kilo idarə etməyə də kömək edir. Çünki kalori dəyəri aşağıdır və uzun müddət tox qalmağa səbəb olur. Kələm müxtəlif yeməklərdə istifadə etmək mümkündür. Onu salatlarda, şorbalarda, qovrulmalarda və ya sadəcə bişirilmiş halda istehlak edə bilərsiniz. Kələm Azərbaycanın müxtəlif bölgələrində asanlıqla tapılan və büdcəyə uyğun bir qida olduğu üçün hər kəs üçün əlverişlidir. Yerkökü. Yerkökü qan azlığı ilə mübarizədə çox təsirli və faydalı bir qidadır. Bu möcüzəvi tərəvəz tərkibində yüksək miqdarda dəmir və A vitamini saxlayır. Dəmir qan hüceyrələrinin istehsalını artıraraq qan dövranını gücləndirir. A vitamini isə göz sağlamlığını qoruyur və bədənin immun sistemini gücləndirir. Yerkökü həmçinin antioksidantlarla zəngindir. Bu da bədənin zərərli maddələrdən təmizlənməsinə və ümumi sağlamlığın yaxşılaşmasına kömək edir. Yerkökünün faydaları yalnız onun qan dövranını yaxşılaşdırmaqla bitmir. Həm də həzm sistemini dəstəkləyir. Tərkibindəki liflər mədə-bağırsaq sistemini təmizləyir və qəbizliyin qarşısını alır. Yerkökünü müxtəlif yeməklərdə istifadə etmək mümkündür. Onu salatlarda, şorbaya və ya bişirilmiş şəkildə yeyə bilərsiniz. Ayrıca təzə sıxılmış yerkökü şirəsi orqanizm enerjisini artırmağa və qan dövranını yaxşılaşdırmağa kömək edər. Bu sadə amma faydalı tərəvəz anemiya ilə mübarizədə əvəzolunmaz bir dostdur. Düyü. Düyü qan azlığını aradan qaldırmağa kömək edən çox faydalı bir qidadır.
Düyü tərkibindəki dəmir sayəsində qan dövranını gücləndirir və bədənin daha çox qan istehsal etməsinə dəstək olur. Bu qida asanlıqla həzm olunur və bədənə enerji verir. Beləliklə, yorğunluq və halsızlıq kimi anemiya əlamətlərinin qarşısını alır. Düyü həmçinin vitamin və mineral baxımından zəngin bir qidadır. Onun tərkibindəki B vitaminləri, xüsusilə B6 vitamini, qan hüceyrələrinin istehsalını artırmağa kömək edir. Bu səbəbdən düyü xüsusilə qan azlığından əziyyət çəkən insanlar üçün çox faydalıdır. Düyünü müxtəlif yeməklərdə istifadə edə bilərsiniz. Məsələn, pilavlarda, şorbalarda və ya sadə şəkildə bişirərək qəbul edə bilərsiniz. Bu qida həm də hər kəsin asanlıqla əldə edə biləcəyi və büdcəyə uyğun bir seçimdir. Tərəvəzlər, ispanaq, soğan və cəfəri qan azlığını aradan qaldırmaq üçün mükəmməl olan təbii qidalardandır. İspanaq yüksək miqdarda dəmir və vitaminlər ilə zəngindir. Bu qida qan hüceyrələrinin istehsalını stimullaşdırır və anemiya ilə mübarizə aparmağa kömək edir. İspanaq tərkibindəki vitamin C dəmirin orqanizm tərəfindən daha yaxşı udulmasına təmin edir. Bu da qan dövranını yaxşılaşdırır. Soğan və cəfəri də çox faydalıdır. Soğan bədənin təmizlənməsinə və iltihabların azalmasına kömək edir. Cəfəri isə antioksidantlarla zəngindir və bədənin ümumi sağlamlığını dəstəkləyir. Həmçinin bu tərəvəzlər mədənin həzm prosesini tənzimləyir və qəbizliyin qarşısını alır. İspanaq, soğan və cəfəri salatlarda, şorbalarda və ya yeməklərin üzərinə təzə halda istifadə edə bilərsiniz. Bu tərəvəzlər həm də bədənin güclənməsinə və enerji səviyyəsinin yüksəlməsinə kömək edir. Bu da qan azlığı ilə mübarizədə böyük təsir göstərir. Balıq. Balıq qan azlığını aradan qaldırmaq və ümumi sağlamlığı dəstəkləmək üçün çox faydalı bir qidadır. Balıq xüsusilə də dəmir və omega-3 yağ turşuları ilə zəngindir. Dəmir qan dövranını yaxşılaşdırır və qan hüceyrələrinin istehsalını artırır. Bu da anemiya ilə mübarizədə çox vacibdir. Omega-3 yağ turşuları isə ürək sağlamlığını qoruyur, iltihabları azaldır və ümumi bədən funksiyalarını dəstəkləyir. Balıq həmçinin yüksək keyfiyyətli zülar ilə zəngindir. Bu da əzələlərin inkişafını və bədən toxumlarının bərpasını dəstəkləyir. Balığı pəhrizinizə daxil edərək bədənizə lazım olan bütün əsas yağları və vitaminləri təmin edə bilərsiniz. Balıq həmçinin metabolizmanı sürətləndirir və orqanizmi enerji ilə təmin edir. Onu qızardılmış, bişirilmiş və ya buxarda hazırlanmış şəkildə qəbul edə bilərsiniz. Balıq hər kəsin asanlıqla tapdığı və sağlam pəhrizlərə daxil edə biləcəyiniz bir qidadır. Bu 7 qidanı gündəlik pəhrizinizə daxil edərək anemiya ilə mübarizədə böyük irəliləyiş edə bilərsiniz. Unutmayın, hər bir qidanın özünə məxsus faydaları var və onları müxtəlif yollarla hazırlayıb zövqünüzə uyğun şəkildə istehlak edə bilərsiniz. Videolarımıza daha çox sağlamlıq və qidalanma ilə bağlı faydalı məlumatlar tapmaq istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Hər yeni video ilə sağlam həyat tərzini daha da yaxşılaşdırmaq üçün sizinlə olmağa davam edəcəyik. Abunə olaraq sağlamlıqla bağlı ən yeni məsləhətləri birinci siz əldə edə bilərsiniz. Videonu bəyəndinizsə dostlarınızla paylaşın və şərhlərdə düşüncələrinizi bizimlə bölüşün. Unutmayın, sağlam bədən sağlam həyatın təməlidir.